Şad xəbərdən başlayacağım. Çox sevindirdi açığı məni bu xəbər. Azərbaycan Dövlət Başçısı Cənab Prezident İlham Əliyev 9 may Moskva paradına getməyəcək. Bu şad xəbərdir. Təbii ki, şad xəbərdir. Əsasən də bizim üçün, Turançılar üçün, Türkçülər üçün, bütün vətənpərvər insanlar üçün əminəm ki, bu olduqca şad xəbərdir. Düzdür, əlindən gələn etməyə çalışdı. Rus imperiyasının öz məkri ilə, filanı ilə, bilirsiniz də, gah Lukashenko, gah Abdurrahman deyirəm, Rahmon, gah da Putin özü də qaçıb gizlənir, bilirsiniz, köhnə adətdir bu. Onlar hələ də elə başa düşünürlər ki, Azərbaycan 3 Qafqaziya ölkəsindən biridir. Ölkə də deyir, respublikasından biridir. Sovet dönəmində ümumiyyətlə deyirlər ki, indi də deyir Putin ki, bütün Sovet respublikalarına, ölkələrə hamısına deyir. O, Lenin veribdir. Onlar ölkə deyir, onların dövlətçiliyi yoxdur ki. Dövlətçilik ancaq bundadır. Heç olmayıb, tarixdə. Hamısı da yalandır. Hamısı bizim dövlət. 3 Qafqaziya, o da Ermənistan, Gürcistan, ikisi xristiyandır, bir də müsəlman ölkə Azərbaycan. Elə başa düşmür ki, Azərbaycan bu gün elə bir status qazanıb ki, dünyada gedən siyasətin və bu siyasəti həll edən, bu siyasəti təmin edən, onun bütün qrafikini belə çəkən ölkələrin sırasında Azərbaycan var. Balaca olmağına baxmayaraq sayca ərazi. Amma təbii ki, çox Rusiyanı narahat eləyir. Çində bizim hələ qarşılanmağımız, xalçalarla, Azərbaycan musiqisi ilə, böyük pompa ilə qarşılanmağımız, Türkiyənin bizimlə qardaşlığı, bunlar arasında barəsində danışacaq videolar var, onları sizə göstərəcək, önəmli videolar. Amma bu şad xəbərlə başlayıram. Bu olduqca gözəl xəbərdir.